Demək belə. Proqram budur. Bilək proqrama. Proqramın orada kodu 1-2-3'dür. Amma bizdə başqa da bir yoxdur. Güzəldir. Belə bir formada açılır. Bu formada. Burada gəlir əməliyyatlar, jurnal, hesabatlar, əlavələr, sorğu kitabçası, idarə etmə. Əsas məqam. Bəli. Əməliyyatlar. Əməliyyatlar deyəndə sən nə başa düşürsən? Əməliyyatlar odur ki, biz proqramın üzərində işlərimiz, proqramla görüləcək işlərdir. Malın alınması, malın satılması, sürətli satış, şəxsə etdiyimiz ödənişin daxil edilməsi, şəxsin etdiyi ödənişin daxil edilməsi, göstərilən xidmətin daxil edilməsi, əlavə gəlirin daxil edilməsi, xərclərin daxil edilməsi, pul vəsaitinin kasadan çıxarılması və digər əməliyyatlar. Təmənnasız daxil edilməsi, malın silinməsi, alınması, alınan malın geri qaytarılması, satılan malın geri qaytarılması, bunlar bacıvaraz söhbətidir. Deyəcəm. Şəxsi olan borcumuzun daxil edilməsi, şəxsin borcunun daxil edilməsi, işçilərin ödənişin edilməsi, malın digər obyektə göndərilməsi, malın digər obyektdən qəbul edilməsi. Demək belə. Gəlirik malın alınmasına. Malın alınması dedikdə nə başa düşülür? Belə malın alınmasının daxil olanda belə bir forma ekrana gəlir. Malın alınması dedikdə nə başa düşülür? Yəni sən mal alırsan. Düzdürmü? Diqqətini qulaq, sən mal alırsan. Demək, malı iki cür ala bilərsən. Bir var nəqd alış, bir var nisiyə alış. Nəqd alış olduqda, buranı görsən, şəxs, bax bu hissədə yazılan şəxs. Bu hissədə olmalı, burada yazılmalıdır nəqd alış. Bu o deməkdir ki, artıq sən apardığın əməliyyat nəqd alışdır. Başa düşdün? Yəni sən bu əməliyyatla hansısa bir mal almış olsan, gündəlik bax burada göstərilən kassandan pul vəsaiti çıxacaq. Bu sənin gündəlikdə göstərilən kassandır. Gəlib birinci başdan bura başlayarıq danışmağa. Bu kassanı göstərəcək bax bu. Xatırlatmalar 2 dəfə vuranda belə. Sən əgər xatırlatman varsa, nəsə bir sənə məlumat gələcəyini istəyirsənsə, məsəl üçün özündən bir xatırlatma oradan əlavə edə bilərsən. Bax oradan əməliyyatlar. Buradan göstərilən xidmətin daxil edilməsi. Burada xatırlatmalar. Bax buradan sən formdan sən özündən yeni bir xatırlatma əlavə edə bilərsən. Məsələn, ödəniş ödənməlidir, çatdırılma, xidmət digər məsələn çatdırılma deyib özündən bir hansı tarixdə istəsən bir xatırlatma bura əlavə edə bilərsən məsəl üçün. Burada məsəl üçün gəlib düşür, bura əlavə etsin eğer. Neyse, başında 2 cür əməliyyat var, nəqd alış var, bir də nisiyə alış var. Nəqd alış olanda buradakı kassandan pul vəsaiti çıxacaq. Başa düşdün? Demək, malı alarkən biz nəqd alış eləyək. Sonra ikinci partiyada var nisiyə alış. Nisiyə alış olanda buradan sən şəxs əlavə edirsən. Daha doğrusu buradan şəxs əlavə edirsən. Bax, burada heç kim yoxdur. Deyək ki, sən kimdənsə nisiyə alırsan. Nisiyə alırsansa, demək, məsəl üçün deyək ki, kimdən alırsan? Əlidən. Alacağın şəxsi, yəni kimdən alırsansa, o şəxsin adını bura yazırsan, istəsən bu məlumatları doldura da bilərsən, istəməsən, əgər yaxından tanıdığın adamdırsa, heç doldurmaya da bilərsən, problem yoxdur. Əlavə et düyməsindən doldurmanın vaxt itirməkdir. Əlavə et düyməsini vurursan, bax gördün, əli gəldi düşdü bura. Həmçinin, əli gəldi düşdü burada, deyək ki, açılsın, biz 50-dən mal alırıq. Nə alırıq? Bir dənə görək də, nə adları var bizdə. Deyək ki, bax, məsəl üçün, qalan miqdar 0 görsənir. Deyək ki, bax, bu malı alırıq. Məsəl üçün deyək, hər hansı bir maldır. Neçədən alırıq? Deyək, 10 dənə alırıq. İndi, orada kompüterdə alış qiyməti var da. 50-dən aldığın malı, malın alış qiymətini, yəni sən 50-dən neçəyə almışsansa, o qiyməti bax burada yazırsan.
Aynen. Alış qiyməti. 50 sənə neçəyə satıbsa, o qiyməti buradan yazırsan. Deyək ki, 5 manatdan satıb. Məsəl üçün deyək. Düzdürmü? Əlavə et düyməsini vuranda, bax, aşağıda görürsən, bu hissədə 50 yazılıb. Nə deməkdir bu 50? Biz ondan aldıq axı. 5 vurdu onu. Hə, onu 5-ə vurdu, elədi 50. 50 manat gəldi, düşdü bura. Sənin diqqətin burdadır. 50 manat gəldi, düşdü bura. Ödənilən məbləğ nə deməkdir? Məsəl üçün deyən sən mal alarkən, burada bu ödənilən məbləğ görsən burada sıfırdır. Sən mal alarkən, deyək ki, cibində 10 manat pul olub, deyək ki, sən bu 10 manatı buradan ödəniş edirsən. İstəsən ödəməyə də bilərsən. Amma buradan deyək ki, sən məsəl üçün ödəməsən əgər ki ödəməsən, bax burada görürsən sona borc aşağıda. Aşağıda sol tərəfdə. Sona borc 50 AZN. Biz borcluyuq yazır. Axı biz mal alanıq, düzdürmü? Biz neçə mal alırıqsa, demək ona borclu oluruq. 50 manat. Sən buradan 10 manatı yazsan, burada artıq təsdiq eləsən 40 manat elə bir ki bizim ona borcumuzu göstərəcək. Təsdiq et düyməsini vursan, printerdən də çıxara bilərsən. Ehtiyac olmasa belə olacaq. Başa düşdün? İndi bax, biz neçə bax kasamızdan 10 manat çıxdı. Başa düşdün? Məsəl üçün deyək ki, 50-dən mal aldın, 50-dən mal aldın, 50 gəldi, yanına ki, mənə biraz pul ver, sən də çıxarıb ona 10 manat pul verdin. 10 manatı kasadan verdiyinə görə sənin kasandan azaldı. Başa düşdün mü nə demək istədim? İndi gəlirik bax bura. Burada mənfi 10 nəyə görə göstərdi? Bu ona görə göstərdi ki, çıxır, həm də ki, kasamıza pul yox idi axı. Bu gündəlik kassa göstərir, gündəlik kassanı göstərir. İndi görəcəksən. Hesabatlar bölməsinə gəlsək, şəxslərin hesabatı var. Şəxslərin məlumatı və ümumi hesabatı var. Bura girdikdə, əlinin adını seçsə, bax, yenilə düyməsini vurduqda artıq gördün, əlinin adında biz borcluq yazılıb 40 manat. Başa düşdün? Və qabağında da minus işarəsi var. Çünki biz borcluyuq. Əgər bizə borcu olan olsa, indi onu da göstərəcəm, onda qabağında heç bir işarə olmayacaq. Yəni plus olacaq. Bizə borcu olan. Sonra gəlirik əməliyyata. Malın alınmasız bölməsi buradan da həmçinin eyni əməliyyatda çağırsan. Bu qısa yollardır. Bu qısa yoldur. Bu da ki, yəni əməliyyata görə, əməliyyat menüsünə daxil olaraqdan, malın alınması bölməsində daxil olaraqdan istədiyin əməliyyatı, yəni istədiyin malın alınması əməliyyatını yerinə yetirə bilirsən. Eyni şeydir yəni buradakı. Demək belə. Nəqd alışla nisiyə alışı söhbətini bildi. İndi bir dənə də nisiyə alışı da mən sənə başa salacağım. Görün necə fərq olursa. İndi gəlirik malın satılmasına. Əsas bax bu əməliyyatlardan istifadə edəcəksən. Malın alınması və malın satılması. Həmçinin malın satılmasını, həmçinin bax buradan əməliyyatlar malın satılması bölməsinə də daxil olaraqdan sən o əməliyyatı yerinə yetirə bilərsən. Yəni malın satılması. Gəlirik deyək ki, sən buna fikir vermə bu 12-12-yə. Buna sən fikir vermə. Nəyə görə fikir vermə? Çünki bu başqa bazadır elədir. Burada əslində sıfır olmalıdır. Bu nəqd satışın aşağı şeyinə elə bir ki sən özün gedəcəksən yaşamına. Gedəcəm mən. Cami gedəcəm. Hə. Heç. Bir an başımı qarışdırma. Malın satılması. Bildiyində hardan daxil oldu bax buradan. İki cür yəni də satış var. Nəqd satış var, nisiyə satış var. Sənə gətirib qaymələri verəcəklər. Sənin o satış qaymələri də olar. Sən onlardan iki cür qaymə tələb edəcəksən. Nəqd satışın qayməsini tələb edəcəksən. Bir də nisiyə satışın qaymələrini tələb edəcəksən. Nisiyə satışın qayməsi. Kimə satırsa onun adını, familiyasını və telefon nömrəsini istəyəcəksən. Çünki nisiyə satışda sənə borclu olurlar, dükana borclu olurlar, həmçinin şirkətə borclu olurlar. Başa düşdün? Ona görə nisiyə satış qayməsini götürərkən mütləq sən o satdığın şəxsin adını, familiyasını və telefon nömrəsini istəməlisən. Ki biləsən ki, kimdir? Yəni satdığın şəxs. Sabah ondan əlaqə saxlayıb onun nömrəni götürməkdən ötürü. Məbləği, yəni ödəniş məbləğini götürməkdən ötürü. Gəlirik nəqd satışa. Nəqd satış nə deməkdir? Nəqd satış bax bu deməkdir. Gəlsən,
Bu malı almışdıq da biz də bundan idi, düzdürmü? 10 dənə bizə aşağıda göstərdi, 10 dənə aldığımızdır bu. Biz bayaq alış elədik, bu aldığımız məbləğ 10 dənə olan bax budur. Həminki 10 miqdar. Gəlik deyək ki, 5 dənə satırsan, məsəl üçün, 5 dənə satırsan 10 manatdır. Üstünə 5 manat qoyub satırsan. Başa düşdünmü? Aynen. Əlavə et düyməsini vuranda gördün, yazıldı 50 manat. Və ödənilən məbləğ də 50 manat. Nəqd satış olarkən avtomatik burada ödənilən məbləğ 50 manat olur. Çünki nəqd satışsa demək ödəniş normalda 50 manat olmalıdır. Yəni ödəniş olmalıdır avtomatik. Başa düşdün? 50 manat yox. Yəni buradakı göstərilən məbləğ buradakı ilə eyni olmalıdır. Başa düşdün? Məbləğ sənin burada tutduğun məbləğdir. Bax bu. Ödənilən məbləğ dedikdə sənə ödənilən pul deməkdir. Başa düşdün? Təsdiq et düyməsini vursaq, printer istəyəcək bizdən. Amma lazımdır xeyr. Bax, gəldi üçlü kasaya. Sen önce verme adları. 40 manat bu kasanda var. Var, ayısı. Kasanda pul var. 40 manat var. Gəlir indi tezdən nisiyə satış söhbətinə. Nisiyə satış nə deməkdir? Malın satılması. Nisiyə satış, bax görsən, burada heç bir ad yoxdur indi. Əgər burada heç bir ad yoxdursa, olsun. Burada heç bir ad yoxdursa, əlavə et düyməsini vurursan burada. Deyək ki, Vəlidir. Yaxşı abi. Vəli. Deyək ki, Vəlidir. Vəli səndən mal alır. Nisiyə alır ona. Düzdür? Təsdiq et Vəlinin məlumatlarını doldurursan burada. O məlumatlar verəcəklər yoxsa? Hə, özü verəcəkdir. Yəni sən istəyəcəksən də. Deyəcəksən ki, nömrəsi lazımdır, falan şey lazımdır, başa düşdün? VN nədir orada? VN fərqi yox, istəsən doldura bilərsən. VN bilmirəm. VN dəyər məncə. Yox. VN onun haqqında Yadımdan çıxdı, mən də bilirdim, yadımdan çıxdı. əlavə et düyməsini vuranda bax, Vəli gəldi, düşdü bura, gördün? İndi Vəliyə biz mal satırıq. Sataq da. Nə, bayaqki malı sataq elə. 5 dənə qalmışdı, bax, indi bizdə göstərəcək 5 dənə qalıb. Onun 5-ini satdıq axı bayaq. Düzdür, bir mal üzərindən gedirəm ki, yəni sən başa düşəsən, ətrafı çəkilmə. Demək, Vəliyə, bu 5 dənə də Vəliyə satırıq. Neçədən satırıq? 15 manatdan satırıq. Məsəl üçündür. 15 manatdan satışır. Əlavə et düyməsini vuranda, bax 75 manat elədi, düzdürmü? Deyək ki, bax, amma görsən ödəli məbləğ hələ ki sənə 0 qaytarır. Nisiyal da. Hələ ki sənə 0 qaytarır. Bu da deyir ki, məsəl üçün də, indi ola bilər Vəli deyir ki, mən gəlirəm sənə, deyir ki, mən 15 manatı hələ ki verirəm sənə. Yerdən qalan 60 manatı sonra verəcəm. Başa düşdün? Bax, burada həmçinin bizdə qazancı da göstərir. Qazanc nə deməkdir? Götürür miqdarı, alış qiymətinə vurur. 25 manat. 75-dən 25-dir. Ayso. Qazancımız da qalan bax budur. Qazancı da burada avtomatik göstərir. Demək, 50-yə götürürəm mən, ödənilən məbləğ 15 deyil. Deyir ki, Vəli deyir ki, məsəl üçün, bax, Vəli şəxs. Vəli deyir ki, mən 15 manat verirəm. Bax, görürsən, aşağıda yazdı. Şəxs borcludur. Sona borc şəxs 60 manat. Bax, gördün, avtomatik yazdı. Təsdiq et düyməsini vursaq, mal satıldı, getdi ona. Verilən məbləğ 15 manat. Gəldi, düşdü bunun üzərinə, kassamıza. Çünki o 15 manat verir. 60 manatda borcu qalır. 60 manatda, bax, gəlirik bura hesabatlar. Malların qiyməti, məlumatı və ümumi hesabatı. İndi bunu işlədiksə sən görəcəksən. Malları nə gedir? Yox, bir deyək. Hesabatlar, şəxslərin məlumatı və ümumi hesabatı. Yerinə düyməsini vurduqda, gördün, Vəliyə 60 manat borcludur. Başa düşdün? Bu malın alınması, malın satılması bölməsini başa düşdün, təxmini də olsa. İndi sən o videoya bir də baxarsan, yəni bu yazdığımız videoya bir də baxarsan, məlumatlanmaq üçün. Sürətli satış nə deməkdir? Sürətli satış eyni satış sistemidir. Sadəcə olaraq barkodla olan sistemidir. Barkodla, aparatla, Skyline-la. Başa düşdün? O da bizdə istifadə eləmədiyi üçün sən bundan istifadə edəməyəcəksən. Əgər istifadə olunması olsa, lazım olarsa, mən onu da başa sala bilərəm. Belə də başa salın, problem yoxdur. Sürətli satış, buradan da daxil ola bilirsən.
Bu barkodla malların adlarını yazarkən avtomatik malın adına bax, malların adlarını buradan əlavə olunur. Mal adları, sorğu kitabçası. Həmçinin malın alışı zamanı da əlavə edə bilərsən. Malın alışı zamanı da təzə ad. Məsəl üçün səndə o mal adı yoxdur. O mal adı yoxdursa malın adını bax buradan əlavə edirsən. Uyğun kateqoriyanı buradan seçirsən. Məsəl üçün bizdə dərmandır, ətriyyatdır, kompaniyadır, nəsə belə kateqoriyalar var. Uyğun kateqoriyanı buradan seçirsən. İndi elektrik mallarına aid olanda görəcəksən ki, orada çox kateqoriyalar var. Başa düşdün? Uyğun kateqoriyanı buradan seçib üzr istəyirəm, bax. Malın kodu var ha, bax bu malın kodu. Kateqoriyanı seçib malın kodun hissəsinə qoyduqda barkodla skannerindən həmin malın etiketi olacaq. Həmin malın üzərində etiketi olacaq. Görür skanner bilirsən də ştrik kod. Skanner ştrik kodu oxuyur. Məsəl üçün bu mal deyil. Bax görürsən, belə bir kod olacaq. Bu cür bir kod olacaq. Skannerə bura vuranda, bu kodun üzərinə vuranda, avtomatik bu kod gəlir düşür bax bura. Başa düşdün? Sonra malın adını yazacaqsan. Nə adıdırsa, məsəl üçün deyək ki, indi burada deyək ki, belə bir kod düşdü. Məsəl üçün, belə bir kod düşdü. Bu cür. Malın adı nə olsun? Nə olsun? Dərmana aid bir şey. Belə. Belə. Məsəl üçün. Ədəd olsun. Ölçü vahidlərini bax buradan daxil edərsən. Başa düşdün? Hansıdır, hansı deyil. Alış qiyməti, malın alış qiyməti. Sən neçəyə alırsan, neçəyə. Və daxil et düyməsini vurduqda ştrik kodu yox. Bax ştrik kodu buradan da daxil edir. Yox, bax ən yaxşısı elə buradan qalsın. Əlavə et düyməsini vurduqda bax gördün, ştrik kodu gəldi düşdü bura elə belə. Ştrik kod budur ha? Əslində bura düşməlidir ştrik kod. Bir dəqiqə. Bu ştrik kod əslində bax bura düşməlidir. Ştrik kod bax budur. Onu bax buradan əlavə edəcəksən. Ştrik kod, malın kodu heç verərsən özündən bir malın özünə məxsus kodu ola bilər. O kodu buradan verəcəksən. Həmin malın kodu özünə məxsus kodu. Ştrik kod hissəsinə gəldikdə, bax bu kursoru bura vurursan, skanneri həmin koda vurursan, o skanner gəlir, avtomatik ştrik kod gəlir düşəcək bura. Deyək ki, bu ştrik kodu oxudu. Başa düşdün? Əlavə et düyməsini mövzudur. Bax. Belə. Əlavə et düyməsini vursaq, ştrik kod gəlib düşməməlisin. Ştrik kod axtaran zaman gəlib düşəcək o. Güzel. Bir də bu köhnə proqramdır. Miqdarı buradan yazacaqsan, alış qiymətini buradan yazacaqsan və əlavə et düyməsini vuranda bura gəlib düşəcək, təsdiqləyəcəksən. Ən sonunda başa düşdün? Malın alınması, yəni səndə elə o adda mal olmazsa, malın adını bax buradan yaradırsan. Həmçinin burada mal adları var. Gəlib buradan da ümumi mal siyahı, məsəl üçün malların siyahısı sənə verilib. Ümumilikdə sənə malların siyahısı verilib, götür deyib ki, bu malların adı siyahısını doldur bura, miqdarı sonra yazarıq. Başa düşdün? Sən götürsən buradan, artıq başlayırsan malların siyahısını doldurmağa. Əlavə et düyməsini vurursan, əsas yəni burada kateqoriyanı seçirsən. Hansı kateqoriyanın içində olacaq bu mal? Başa düşdün? Məsəl üçün, niyə budur? Bunun üzərində. Başlayırsan, eyni şeydir. Bayaq necə malın alınması zamanı malların adlarını daxil eləmirdik. Eyni əməliyyatlar da bax burada aparılır. Yəni buradakı məlumatları doldurursan və əlavə et düyməsini vuranda artıq həmin malı aldı, gedir düşür bazaya. Başa düşdünmü? Mal adları və miqdarı da buradan daxil edəcəksən. Deyək ki, indi başa salın, yox üçün gedək, ardıcılıq. Gəlirik bura, şəxsə etdiyim, bax, bir dənə şey ola bilər. Deyək ki, bayaq biz malın alınmasında biz 50-dən istifadə elədik, düzdürmü? 50 var burada, görsən? 50. 50 bizdən mal alan olur. Yox, bizə mal satan olur 50. Canım, bir dənə çay sizdə canım. 50 bizə mal satan olur, düzdürmü? Saxlanmır. Gəlin, bax, malın satılması bölməsinə.
Burada əlin adı görsən yoxdur. Axı biz mal satmamışıq. Deyək ki, daha bir də əlin adını sən açmırsan da elə bir. Buradan açmırsan həmin şəxsin adını, buradan bir də yaratmırsan. Gəlsən sadəcə olaraq bura, şəxslərin siyahısı var. Burada. Gəlsən bura, görsən 2 dənə adı var. Görsən Əli burada mal satandır. Bəli burada mal alandır. Quş qoyulub burada. Bunu redaktə edirsən əlini, eləyirsən həm mal satır, həm də mal alır. Saxla düyməsindən vuranda gəldi düşdü burada. Başa düşdün? Gəlsən bax burada artıq mal satarkən əlinin adı da gələcək bura. Əli. Gördün biz borcluq yazıb 40 manat burada. Düzdürmü? Sən buna mal satanda artıq bunun borcundan çıxacaq. Ha. Sənin borcundan çıxacaq. Başa düşdün? Bir də daha ona ödəniş eləməyə ehtiyac olmayacaq. Bildinmi? Aynen. Ayşə, bu da belə. Bunu da başa saldım. Gəlirik bura. Həmçinin şəxsə etdiyimiz ödənişin daxil edilməsi. Şəxsə etdiyimiz ödənişin daxil edilməsi nə deməkdir? Şəxsə etdiyimiz ödənişin Daxil edilməsi. yəni ki, bura daxil etmək var. Şəxsi öz ödəniş. Olsa bura daxil edirsən. Şəxsə etdiyimiz ödənişin daxil edilməsi. Yəni biz özümüzdən pul veririk də ki, məsələn. Çox fikirləşmə. Başına şişəcək yoxsa. Biz özümüzdən pul veririk. Biz kimə pul verə bilərik? Borcumuzu verə bilərik. Borcumuzu ver, almalı aldığımızı verə bilərik. Daha sonra. Gəlsən bax bura. Şəxsə etdiyimiz ödənişin daxil edilməsi. Biz bayaq kimə borcluyduq? 50-yə. 50-yə. 50-yə gəldikdə bax görsən 40 manat yazdı. Deyirəm ki, mən buna bu günləri 20 manat pul verirəm, 20-sini sonra verirəm. Və yaxud hamısını da verə bilərsən. Təsdiq etdiyiməsini vuranda gördün, başlanğıc borc 40-dır. Deyir sənə xəbərdarlıq edir. Deyir, sonra borc 20 manat olacaq. Təsdiq edirsənmi? Elədim. Kasa gördün azaldı. 65. 55 idi burada. 20 manat verdin. 35 oldu. Yəni bu sənin gündəlik kasandan çıxan pul olacaq. Kasadan əgər çıxarıb pul verərsə, bu kasa bizə nə deməkdir? Sən kasadan ödəniş edirsən də, düzdürmü? Kasadan ödəniş edirsən və bu ödənişi hara edirsən? Sən bu sual ver özünə ki, mən bu ödənişi mən hara verirəm, kimə verirəm? Əliyə verirəm. Əliyə nə üçün verirəm? Çünki biz ona borcluyuq. Bu nə deməkdir? Şəxsə etdiyimiz ödənişin daxil edilməsi deməkdir. Bax, burada həmçinin ödənişlər var. Burada da bax, belə bir şey var. Şəxsə etdiyimiz ödənişin daxil edilməsi, şəxsin etdiyi ödənişin daxil edilməsi. Bu da eyni buradakı əməliyyatlarda bax, bu sistemdir. Başa düşdün? İndi gəlirik bura. Şəxsin etdiyi ödənişin daxil edilməsi. Bu nə deməkdir? Şəxsin etdiyi ödənişin daxil edilməsi. İndi şeydə hansısa bizə borc ola bilər. Ayşə, bizə borcu olan gətirib bizə pul verir. Vəlidir. Vəli. Bax, şəxs borcludur. O da deyir ki, mən borclu pulumun hamısını verirəm. 60 manat. Yazılır başlanğıc borc 60 manat, son borc 0. Təsdiq edəndən sonra avtomatik 60 manat gəldi, düşdü qəsəmdir. Başa düşdün? Yəni o pul verilib bizə. Yorğun deyilsən? Yox. Başa düşürsən dediklərini? Deyiləm. Maalesef. Göstərilən xidmət istifadə olunmur, izah eləmirəm. Əlavə gəlirin daxil edilməsi. Əlavə gəlir nə deməkdir? Məsəl üçün deyək ki, bir əlavə gəlir. Deyək ki, bir obyektdən götürüb bir dənə mal 5 manata. Düzdürmü? Satır 15 manata. Fərqimiz nə qədər oldu? 10 manat. 10 manat bizim qazancımızdır. Həmin qazancı da daha bir də burada mal alıb, mal satıb söhbətini eləmir də. Başa düşdün? Sadəcə qısaca olaraq deyir ki, təmiz gəlir at ora. Təmiz gəlir yaz ora. 10 manat. Təmiz gəliri bax buradan daxil edirsən. Bax, əgər yox, burada baxırsan. Yoxdursa, yazırsan bura təmiz gəlir. Belə qısa əməliyyatdır, o satılma oraya girmirsən. Hələ bir də satılan almaya bilmirsən, sadəcə olaraq təmiz gəlir yazırsan bura. Deyək ki, 10 manat. Təsdiq et düyməsini vuranda əməliyyat təsdiq edilsinmi? Bəli. Yenidən əlavə, bu həmişə bu sənə sorğu verəcək. Yenidən əməliyyat açılsınmı? Yenidən əməliyyat açılsınmı? Yesi vursan,
həminki forum bir daha açılacaq. Gen əlavə edə bilərsən. Ay sonra. Yox, mən yox eləyirəm. Başa düşdün? Nə qədər idi? 10 manat. Hə. Yerinə düyməsini verdin, gördün? Aydın. 10 manat gəldi düşdü kasamıza. Çünki o ödəniş elədi axı. Ödəniş eləmədi də daha doğrusu qazancımız oldu. 10 manat qazandıq. 5 manat sən verdin, həmin malı almaqdan ötəri. Başa düşdün? Kasadan çıxardın, verdin ki 5 manat get al gəl. Getdin, aldın, gəldin, həmin manatı 15 manata satdın. 15 manata satdınsa o 10 manat sənin qazancın. O qazancı da atırsan kasaya gedir ya. O 5 manat kasana götürmüşsün axı, düzdürmü? 15 manatı da kasaya atanda nə qədər olur? 10 manat. 10 manat orada 105 alır. Xərclərin daxil edilməsi nə deməkdir? Xərclərin daxil edilməsi, məsəl üçün, burada arenda da ola bilər, məsəl üçün, vergi pulu da ola bilər. Sadəcə sən kassada nə ödəniş verirsənsə, məsəl üçün, deyək ki, suya pul verirsən, çaya pul verirsən, Şoti, məsələn. Aslında, əgər kassadan ödəniş verirsənsə, bu xərclər sənin dükanın xərcləridir. Orada buradan daxil edəcəksən. Başa düşdün? Aynen. Sonra, indi gedəcək orada da elektrik mallarını da mən sənə orada elektrik mallarıdır. Orada mən sənə izah edəcəm ətraflı. Pul vəsaitin kassadan çıxarılması. Günün sonunda indi burada düz gəlmir, burada 0 olacaq. Günün sonunda məsəl üçün sənin deyək ki, dükanda 500 manat pul var. Kassanda 500 manat pul var. O 500 manatı günün sonunda bax buradan daxil edəcəksən. Buradan daxil edəcəksən. 500 manatı müdirə elə bil ki sən Bu göstərəcək, sən də bunu göstərir. onu yox, bu gündəlik kassa. İndi görəcəksən. Burası burada 0 olmamalı, mən biraz təxminə saldı da. Gəl mən gözləyim.